Salam müəllimlər. Mən bu videoda sizlərə küncün bərkidilmə texnologiyasını izah edəcəm. Küncün bərkidilməsi üçün bizə metal künc lövhəciyi, onu birləşdirmək üçün şuruplar, şuruplu bolt, mərkəzdə olan bolt, onun üzərində yerləşən şayba və qanadlı qayka lazımdır. Biz bunu ona görə birləşdiririk ki, masanın ayaq hissəsi ilə çərçivə hissəsi bir-birinə daha möhkəm şəkildə, daha etibarlı şəkildə birləşsin. Və bunu birləşdirərkən biz burada şayba, köməkçi şayba və qanadlı qaykadan istifadə edirik. Bu hissədə isə mən artıq boltun üzərində olan köməkçi şayba və qanadlı qaykanı açıb çıxarmışam. O qaykanı sizlərə ayrıca göstərəcəm. Və burada artıq metal künc lövhəciyi və sadəcə mərkəzdə yerləşən boltu görürük. Qanadlı qaykanı isə müəllimlər çox vaxt qulaqlı qayka ilə səhv salırlar. Qulaqlı qayka çilingər əl bıçqısının bir hissəsidir. Biz bunu 6-cı sinifdə öyrənirik. Küncün bərkidilməsində isə qanadlı qaykadan istifadə olunur. Baxın, sanki 2 dənə qanadı var. Qanadları ilə verilmişdir. Və bu da orada boltun daha möhkəm şəkildə dayanmasına imkan yaradır. Bu qanadlı qaykadır. İndi isə baxaq, küncün bərkidilmə texnologiyası necə yerinə yetirilir. Biz bunu yerinə yetirmək üçün ilk öncə masanın ayağına metal künc lövhəciyini yerləşdiririk və çərçivəyə əks istiqamətdə baxan hissədə şurupları bərkidirik. Hər tərəfdən bir şurup bərkidirik müvəqqəti bərkitmək üçün. Çünki sonra o hissəni biz açıb götürəcəyik metal künc lövhəciyin. Bizə nə lazımdır? Bu müvəqqəti bərkitməni edirik ki, o künc lövhəciyinin mərkəzində bir dənə deşik var. O deşikdən də ayağa istiqamətlənən bir deşik burğulanmalıdır. Onu biz burğulayırıq. Ondan sonra metal künc lövhəciyini və şurupları açıb çıxardırıq oradan. Sonra isə boltu mərkəz hissəyə yerləşdiririk. Ayaqda açdığımız deşiyə yastağız kəlbətinlə boltun mərkəzindən tutub, yivlərini tamamilə daxil etmək şərti ilə bərkidirik. Bundan sonra o sökdüyümüz metal künc lövhəciyini və şurupları təzədən o boltun üzərinə keçirib bağlayırıq və boltun üzərinə də şayba, köməkçi şayba və qanadlı qaykanı bağlayırıq. Bununla da küncün bərkidilmə texnologiyasını tamamlamış oluruq. Yəni metal künc lövhəciyinin küncə yerləşdirilməsi bu qədər sadədir.